Harda müalicə olursunuz? Kim müalicədir, kim əməliyyat edir? Bu sabuncuda olub benim. Bu ayağı nə vaxt əməliyyat olunub? Hardasa 22-ci ildə. 22-ci ildə. Son vaxt, bunu nə vaxt su ilə yumursuz bu ayağı? Son bir ayda belə oldu həkim. Yəni son bir ay... Paykingada cərrah var, gedirəm o özü təmizləyir. Bildim, başa düşdüm. Bəs bu ayağı son sabunla nə vaxt yumursuz? Belə olduğundan qorxumdan gülə bilmirəm. Nə vaxt yumursuz? Heç vaxt. Yox, niyə yumuşam? Nə vaxt? Belə paltar saplayıram. Nə vaxt olub? 5 ay bundan qabaq, 6 ay bundan Yox, qabaq. 2 ay bundan qabaq. 2 ay bundan qabaq. Sözü yara oldu, indi belə olduğuna şey... Və yara belə olduğuna kim deyir ki, yumaq olmaz? Bilməm, su keçər. Deyirsiniz, yəni ona görə də, bax, yenə də belə problemlər. Yəni, həkim belə ayaqlarla işləməyi həkim üçün də yəni xoş deyil. Bu ayağa su vurulmalıdır, yuyulmalıdır, təmiz saxlanılmalıdır. Yaranın infeksiya qapması burada, yəni, 2 ay ayaq yuyulmayaq, orada nə olacaq? Mən sestrəyə su verdim ki, onlar ayağımı mən yuyum. Dedi, yox, yara varsa... Yara varsa ayaq yuyulmaz. Bu, bilmirəm, hardan gəlib, nə tər olub, yara su çəkəcək. Bəzən həkimlər də icazə vermir ayağın yuyulmasına. Diabetik ayaqlar yuyulmalıdır. Bir mənalı olaraq. Olar mı? Yuyulmalıdır. Olar yox. Vacib lazımdır.